Və bu hədis çox gözəl hədisdir. Buyurur ki, bir dəstə insan gələr qiyamət günü məhşər ayağına. Onları sorğu-suala çəkməzlər. Onların əməl dəftərini açarlar. Mələklər açar, baxar, görər ki, əməl dəftərindən nə savab yazılıb, nə günah. Mələklər der, ilahi, bu günah eləməyib, başa düşdü. Bir dənə də iş əməl eləməyib. Bunun əməl dəftəri safdır, tərtəmiz, ağabbaq. Buradan nə savab var, nə günah. Allah onlara cavab verər ki, bu o qədər xalis bəndə idi ki, o qədər məni sevirdi ki, istəmədi hətta mələklər bunun əməlindən xəbərdar olsunlar. Bunun əməlinə ancaq özüm şahid olmuşam. Heç bir savabından heç kəsin xəbəri yoxdur. Mələklər heyrət içində baxar, bunlara deyərlər, daxil olun cənnətə. Mələklərdə sual yaranar, ilahi, bunları cənnətin harasına aparacaqsan, hansı yerinə? Allahdan nida gələr ki, onu da ondan və məndən başqa heç kəs bilməz.